Salam əziz şagirdlər. Bugün sizlə DİM 2025 test toplusundan müxtəlif mühitlərdə elektrik cəryanı mövzusundan test 67 və 68-ə baxmaq istəyirəm. Burada bizə hər iki sualda A, B sıxacları arasındakı ümumi müqaviməti istəyir, dövrənin ümumi müqavimətini istəyir və hər bir dövrə üçün R müqavimətini 3 ohm verib. Əslində belə baxsaq, hər iki dövrədə demək olar ki, bir-birinə çox oxşuyur. Amma daha diqqətlə baxsaq, birinci dövrədə diodumuz dövrəyə düzünə qoşulub. Yəni, deməli, buradan gələn cəryanı tamamilə özündən buraxır. Yəni, düzünə qoşulub. Amma ikinci sxemdə baxsaq, diod özündən cəryanı buraxmır. Görürsünüz, deməli, burada bizim sərhəddimiz var. Ona görə də diod bu istiqamətdə cəryanı buraxmır. İndi birinci sxemə baxsaq, əgər, deməli, mən bunu istəyirəm adlandırım. Adlandırma ilə eləyək bunu. Deməli, burada gəlirik, bura gəlirik A deyirik. Burada gəlirik, boş naqildir A deyirik. Burada A deyirik. Deməli, diod özündən ümumiyyətlə ideal olduğuna görə, tamamilə cəryanı keçirdiyinə görə, buraxdığına görə, burada biz A deyə bilərik. Diod özündən buraxdığına görə cəryanı. Burada bir müqavimət qarşımıza çıxdığı üçün artıq bura bir C deyək. Sonra buradan adlandırmağa başlayaq digər ucundan. Burada bir B deyək, boş naqildir. Burada bir B deyək. Deməli, biz burada görürük ki, artıq bütün nöqtələri, bitişmə nöqtələrini adlandırdıq. İndi baxırıq bura. Dövrəmiz A və B arasındadır. Ona görə də kənarlara A və B nöqtələrini qeyd edirik. Və bizim burada bir C və başqa yoxdur ki, bir dənə C nöqtəmiz var. Deməli, A, C və B nöqtələrimiz var. Baxırıq burada uşaqlar, A və C arasında bir dənə R müqaviməti var. Yenə də A və C arasında bir dənə də R müqaviməti var. Ona görə də A və C arasına 2 dənə R müqaviməti qoymalıyam. Ona görə də elə qoyuram ki, A və C arasına, baxın, A və C arasına 2 dənə müqavimət qoşulsun. Deməli, R və R. 2 dənə bizim müqavimətimiz qoşulsun A və C arasına. Bu da C nöqtəsidir. İndi baxırıq, C və B arasına, bir dənə C və B arasına baxın. Bir dənə R müqavimətimiz var. Bura bir dənə R müqaviməti qoşduq. İndi isə baxırıq, A və B arasında da bir dənə R müqavimətimiz var. Deməli, mənim nöqtələrim haradır? Bir budur, bir də budur A, B nöqtələri. Ona görə də A və B nöqtələrinə bir dənə də R müqaviməti qoşmalıyam. Baxın belə. R müqaviməti qoşdum. Onda bizim dövrəmiz, bax bu şəklə, bu dövrənin ekvivalent sxemi bu olacaq. Artıq burada biz aydın görürük ki, hansılar paraleldir, hansılar isə ardıcıldır. Deməli, görürük ki, bu ikisi bir-birinə paraleldir. Bunlar bir-birinə ardıcıldır. Bunlar isə bu ikisi birlikdə buna paraleldir. İndi gəlin hesablayaq. Bu 2 dənə naqil bir-birinə paralel olduğu üçün bunun ümumi müqaviməti R/2 olacaq. Bu ikisi birlikdə bunu ilə ardıcıl olduğuna görə bunların müqaviməti toplanacaq. Onda olacaq bizdə 3R bölünsün 2. Və bu yuxarıdakı müqavimətləri artıq hesabladım. 3R bölü 2-dir. Bunlar isə digər aşağıdakı R ilə paraleldir. Paralel olduğuna görə də bu elədi bizdə 1,5R. Onda biz paraleldə belə yazırdıq da 2 naqil üçün yazırdıq ki 1,5R vururuq aşağıdakı R-ə, bölürük. Deməli, aşağıdakı R-lə bunu toplayırıq da, cəmini düsturumuz bu şəkildə idi də. Onda 1,5R ilə də R-i toplayanda olacaq 2,5R. R-lərimiz getdi. 1,5-i də 2,5-ə böləndə, elə bir ki 15-i 25-ə böləndə, 5-ə ixtisar eləyəndə 3R bölünsün 5 kimi cavab alırıq. Deməli, o da eləyir 0,6R. R-imiz də 3 verdiyinə görə cavab olur 1,8 ohm. Cavabımız oldu 1,8 ohm.
Aha, indi isə ikinci sxemə baxsaq əgər, burada gördük ki, bayaq qeyd elədiyim kimi, burada artıq diod tərsinə qoşulub dövrəyə. Ona görə də özündən cəryanı ümumiyyətlə buraxmayacaq. Bu tərəfə cəryan keçə bilməyəcək dioda görə. Ona görə də biz bu hissəni görməzdən gələ bilərik. Ona görə mən bu hissəni silmək istəyirəm. Ümumiyyətlə ki, görməyək, yoxdur elə bir. Çünki oradan cəryan keçməyəcək. Aha, deməli buradan cərəyan keçmədi. Dövrəmiz elə bil ki, belə oldu. Sadəcə olaraq biz artıq burada çaşa bilərik ki, hansılar ardıcıl qoşulur bir-birinə, hansı naqillə paralel qoşulub, biraz adamı çaşdırır. Ona görə də ən yaxşı metod hərfləndirmə metodudur. Yenə də deyirəm, deməli buradan gəlirik, bura A deyirik. Burada A deyəndən sonra buradan atlayıb bura A deyə bilmərəm. Çünki burada bir naqil var. Ona görə bura C deyirəm, bura C deyirəm. Sonra dayanıram. Keçirəm bu bir tərəfə. Bura B deyirəm. Burada B deyirəm. Artıq burada qarşımıza bir naqil çıxır. Axı boş deyil də. Yəni riyastatımız var burada bir dənə. Ona görə bura K deyirəm. Ona görə dövrəmizdə 4 dənə rəqəm var. A var, C var, K var, bir də B-miz var. Amma bizim dövrəmiz A və B arasındadır. Ona görə bu dövrənin ekvivalent sxemini qurmaq istəyirəm. Ona görə bir tərəfdə A yazıram, bir tərəfdə B yazıram. Deməli, bu dövrə A və B arasında olduğuna görə, deməli, bizdə A tərəfdə nə var? Bir dənə C-miz var, ona görə C-ni qeyd edirəm. B tərəfdə də bir dənə K-mız var, ona görə B tərəfdə də bir K qeyd edirəm. İndi baxırıq A və C arasında görürsünüz ki, bir dənə R müqavimətimiz var. Ona görə A və C arasına bir dənə R müqavimətimizi yazıram. Ondan sonra C və K arasında da bir dənə R müqavimətimiz var. C və K arasında da bir dənə R müqavimətimizi qoşuram. Ondan sonra C və B arasında da bir dənə müqavimətimiz var. K və B arasında. İndi K və B arasında da bir dənə qoşaq. K və B arasında da var. Bir dənə də C, baxın, C və B arasına düşməlidir. Görürsünüz, bu müqavimətimiz C və B arasına düşməlidir. Onda elə olmalıdır ki, bu nöqtələrin arasında olsun. Bəli, bu artıq bu sxemin sadələşdirilmiş formasıdır. Artıq biz görürük ki, bunlar hamısı R-dir bu arada. Hamısı müqavimətlərimiz R-dir. Bu nöqtəmiz heç bunu yuxarıda yazaq, K nöqtəmizdir. Buradakı müqavimətlər də hamısı R-dir. Yəni, amma başqa məsələlərdə sizə, məsələn, başqa müqavimətlər verilə bilər. Məsələn, bunu 3R deyər, buna 2R deyər. Ona görə müğayət olmaq lazımdır ki, CB-nin arasında, məsələn, CB-nin arasında hansı müqavimətdir? Məsələn, 2R-dir, 3R-dir, 5R-dir. Buna fikir vermək lazımdır. Sadəcə olaraq burada hamısı R olduğuna görə, yəni artıq ona fikir verməyə ehtiyac yoxdur. Çünki hamısı eynidir müqavimətlər. Amma başqa məsələlərdə müqavimətlər fərqli olanda biz baxmalıyıq. A və C arasındakı hansı müqavimətdirsə qiymətini yazmalıyıq orada. İndi baxırıq bura. Deməli, bu R-lər bir-birinə ardıcıl qoşulub. Ona görə bunun ümumi müqaviməti olur 2R yuxarı. Bu 2R-lə bu aşağıdakı R bir-birinə paralel qoşulduğuna görə bunun müqavimətini tapanda biz nə edirik? 2R-i vururuq R-ə, bölürük 3R-ə. Deməli, bu oldu bizim bu. 3 dənə naqilimiz, 3 müqavimətimiz bir yerdə. Bunlar isə digər bu naqilə ardıcıl qoşulur. Ardıcıl qoşulduğuna görə də bunun üzərinə bir dənə, bu arada bunlar ixtisar gedir. Bunun üzərinə bir dənə R gəlirəm. Elə bil ki, 2R böl 3-ün üzərinə bir dənə də R gəlirəm. Bu da eləyir 3-də 5R. Burada da R-in qiymətini məsələdə bizə 3-10 verdiyinə görə mən 3-də 5-i vuracam 3-ə. 3-lər ixtisar gedəcək. Cavab olacaq 5-10. Baxın, bu şəkildə olacaq.